Bakı mətbəxinə aid olan qırmızı plovun hazırlanması. Qırmızı plovu hazırlamaq üçün təbii ki bizə quzu qolu və ən əsası əşrəfi düyüləri lazımdır. Quzunun quyruğunu doğrayıb, sonra keçirik quzunun özünü doğramağa. Yok. Soğanla sarımsaq bir yerdə döyülür ki, quyruq yağında qovurulan quzuya qataq. Pomidoru da soyuruq ki, doğrayaq vuraq ətin üstünə. Bu plov pomidorun suyunda bişdiyinə görə adına qırmızı plov deyirlər. Düyüsünü əlavə elədik. Ağzını bağlayıb 40 dəqiqədən sonra görüşəcəyik. Plovumuz hazırdır. Siz də hazırın dadına baxın. Mən dadına baxmam, çox istidir. Əsas məsələ kanalı dəyişməyin. Görüşəcəyik inşallah.